Başın xarab ola bilər, əgər çürümüş dişin varsa. Belə ki, yaxşı ağız gigiyenasına sahib deyilsənsə, hansı ki, fərqli yerlərdə karieslər var, ağzından pis qoxu gəlir və yaxud da diş əti iltihabın varsa, deməli sən bədənində böyük bir risk daşıyırsan. Necə deyərlər, partlamağa hazır bir bombadır əslində bunlar. Bunun səbəbi isə ondan ibarətdir ki, sən bədənində gizli şəkildə bir infeksiya ocağı daşıyırsan. Təbii ki, bu çöldən gizlidir. Amma sənin immun sistemin üçün bu heç də gizli deyil. Və bu infeksiya mənbəyi çürük dişlər və yaxud da iltihabi prosesə cəlb olunmuş ağız boşluğu gələcəkdə yarana biləcək bir çox xəstəliyə zəmin yaradır. Belə ki, hətta direkt səbəb ola bilər. Bunlardan ən çox yayılanlarından biri və ən qorxulularından biri ürəyin iltihabıdır. Daha doğrusu ürəyin daxili qatının iltihabı. Hansı ki, bu nəticədə ürək çatışmazlığına gətirib çıxara bilər. Nəticədə